Gözüm niye göğe qalxıb? Necə göğe qalxıb? Göğe qalxıb nədir? Deyin görün mənə. Bilsən yazanda çox qəliz yazırsınız. Gözün niyə göğe qalxıb? Üzümə dəyməsin. Pol verin. Gözüm niyə göğe qalxıb? Nə bilim göğe niyə qalxıb? Ay bu kimdir yeni başladı qarmoşkalarını qoymağa? Əslində gözümü açıq vura bilərəm, amma görsən vurmuram. Əleykümə salam, xoş gəldiniz. Necəsiz? Bax, yığılın burada. Bütün dostlar gəlsin görək. Mən açığımı qoyum. Gəlirəm dostlar, getirməyim. Yanın dostlar. Dostlarım mənim, canlarım mənim. Bak bunu taxım görsən ki, məcbur elədiniz ki, bunu mən taxım. Sevgim necədir? Yaxşıdır. Toydayam, bəli. Toyum da var. Hem de dostlar Tornado'ya gideceğim. Tornado'dayım. Orada gelin. Çukurayeva teşekkürler. Bay Çakır teşekkür. Reviş teşekkür. Gelmişim. Kosmetologdayım. Buranı biraz dağıdaq. Üzüm çekip canına. Hacı Zeynəl Abidin Tağıyev toyun hardadır? Qiymətlə burada danışmam. Niyə gəlmirəm? Biz elə toya gedirik də. Sefim şop artdı. Burnumda nədir? Bax görürsünüz bunlar keydicidir. Çəkib canına bəzi şeyləri. Burnumdakı da keydicidir. Sadəcə olaraq bir yerdə çoxdur, bir yerdə azdır dostlar. Nihan hoş geldin. Heç nəyim yığma deyil. Sağlığınızı görüm. Hiçbir şeyim yığma deyil. Üzümdə, gözümdə, burnumda hamısı özümünküdür. Heç dodağımda da bir dənə bir dolğu falan heç nəyim yoxdur. Sağlığınızı görüm. Heç bir şeyim yoxdur dostlar. Saçım da özümündür. Heç bir qaynağım yoxdur. Nə deysən hamısı özümünküdür. Heç narahat olmayın. Mən özümü gözəl bilirəm canlarım mənim. İndi gəlmişəm. İldə bir dəfə baxım edirəm. Nərgiz xanım, doktor Nərgiz xanım yanına gəlmişəm. Növbəmi gözləyirəm. Bəli. Hər yerdə olduğu kimi qayda qanuna riayət edirəm. İndi Nərgiz xanımı da icazə versə göstərəcəm. Xeyr. Sizə elə gəlir, siz paxıllığınızdan deyirsiniz ki, üzüm gözüm yığmadı, heç bir şeyim də yığma deyil. Nihan teşekkür edirəm. Nəyimi də yığdırsam heç narahat olmayın, siz olmayacaq. Mən bugün istəsəm məni bəyəm məcbur edən var. Açmaram canlı, sizə göstərmərəm, düzdür. Nərgiz xanımın yanındayım. Faliz Optik, bir gün gələcəm sizə Faliz Optik. Bax bu açkimdə Faliz Optikdəndir. Təşəkkür edirəm sizlərə ki, belə gözəl açkilər gətirmişsiniz. Yenə gələcəm, ehtiyacım var açkiyə. Gələcəm sizə Faliz Butik. Yox, üzümü masaj etdirmirəm. Üzümə prosedur edəcəm. İndi bax Rəhlə xanım dedi, Nərgiz xanım da gözü. Botoks. Botoks eləyəcəm üzümü. Deyir ki, üz gözü dartdırmışıq. Buyurun, baxın, indi göstərmirəm ki, spama getmək. Orada göstərəndə spama. O preparatı indi üzümə işlədəcəklər, istifadə edəcəklər.
Canlarım mənim, narahat olmayın. Yenə deyirəm, mən üzümü dartdırsam, burnumu kəstirsəm, mənim qorxacağım yoxdur. Bəyəm məni kim məcbur eləyib ki, burada canlı açım, sizə özümü göstərim. Heç nə də yox, tamısı özümündür. Sadəcə olaraq baxımlar eləyirəm. Rəhlə xanım sağ olsun, Nərgiz doktor sağ olsun. Hər vaxt gəlirəm, bax belə məni gözəlləşdirirlər. Gözəlliyimə gözəllik qatırlar sadəcə. Niyə yanana baxıram? Ay balam, deyir doktor buradadır. Bax, Dilgəm doktoru da göstərdim sizə. Mənim qızlarımın burnunu illərdir Dilgəm doktor əməliyyat edib də. Bax, Fidanımın da burnunu doktor eləyib, Dilgəm doktor. Sonra Qumralımın da burnunu Dilgəm doktor eləyib. Görürsünüz ki, necə gözəl eləyib. Amma mən burnumu kəstirməmişəm. Mənim burnum öz burnumdur. İndi gəlmişəm bura. Özümü gözəlləşdirirəm. Yenə deyirəm, məni məcbur eləyən yoxdur ki, burada. Faliz Optik, təşəkkür edirəm. Yenə deyirəm, xoş gəldin Faliz Optik. Açkim soruşurdunuz ki, hardandır? Açkim də Faliz Optikdəndir. Görürsünüz gözəlliyini Açkimin. Açkisiz də qoşuldum, Açki ilə də qoşuldum. İndi doktorun yanına da sizlə gedəcəm. Könül, Məlikə belə deyir. Nə deyir, bilmirəm ki, nədən danışırsa. İloş, xoş gəldin, ay İloş. Necəsən İloş, gəlmişəm özümə baxım eləyim. Nərgiz doktorun yanına. Doktorun yanına gəlmişəm. Doktor Doktor, mən TikTok'dayım, sizi görmək istəyirlər. Hə, nə olacaq? Hə, bir dənə qəşəngsiniz, siz həmişə qəşəngsiniz, doktor. Krasная şapочка. Hə, bir gözəlliyə baxın mənim doktorumun, gördünüz? Sizi görmək istəyirlər, Nərgiz doktorum da mənim hal-hazırda buradayam, keydici vurmuşam, gəlmişəm, doktor üzümə nə eləyəcək bu günləri mənim? Botoks. Botoks eləyəcək. Hə, gözəlliyimə gözəllik qatacaq. Zaten Tərana xanım çox həqiqətən prosedur etmir. Demək olar ki, elə ancaq. Mənə deyirlər üzünü dartdırmırsan, demirsən. Etmir, həqiqətən. Burun kəsdirmirsən, demirsən. Nələr elətdirmirsən. Çox gözəldir həqiqətən Tərana xanımın. Həqiqətən elədir. Hə. Gedirik, başlayaq uca. Hə, gedək. Doktor çağırır uca, getməliyik, gedək içəri. Görək, başlayırıq. Görək biz nə eləyirik. Görək biz nə eləyirik. Bax, görün, doktorun otağıda gül, çiçək, özü gözəl. Bax, hazırlıq gedir. Bax, görün ki, mən buranı niyə sevirəm? Ən çox da gigiyenasını, təmizliyini. O qədər gözəldir ki, elə bir ki, masanı elə hazırlayırlar ki, elə bir ki, sanki bu gün əməliyyat olacaq burada. Yəni, o qədər gözəldir ki, hər şey, o qədər təmizdir ki, hər şey. Bax, istəyirsiniz sizin gözünüz görə-görə. Bu günlər yenə deyirəm, məni məcbur eləmirlər ki, mən əməliyyat elətdirsəm, dartdırsam, burnum deyil. Nə bağımdadır? Elə günləri mən ürəyimdən keçib ki, bax, bunları hamısını sizə göstərim TikTok'da. Yığılın, dostlar. Yığılın, yığılın. 1200 adamımız var. Yığılın. Görək, Nərgiz doktorumuz bu günləri üzümüzə neymiş. Aç kimi də soyunuram. İndi silək. Hə, indi silək. Siz verin, çünki hə, üzümü silirəm. Bax, indi hal-hazırda üzüm keyiyib. Mən preparatını da hazırlamaya başlayayım. Hə, siz hazırlayın, mən də silim bu yağları.
Buraları da sileyim. Hə. Yeni il gəlib, qoy görək. Salfetkanın bolluğuna düşməmişik. Hələ təmizdir əlimdək. Biraz çox vurulub krem, keyləşdirici ki, Hə. Burnun altında silən keçəməz. Gördünüz, baxın. Bizdə heç nə ekonomiya yoxdur axı tərəfdən. İllər keçdikcə də dostlar, neynəsəm hamısını sizə deyəcəm. Mən deməli başlayandan gəlin, gəlin. Nə olacaq? Nə olacaq TikTokda? Hər dəqiqə yakalayıram, dilgəm doktorum. Medlüksa gəlin, Nərgiz doktor burada üzümün baxımlarını ondan başqa heç kimə də verət eləmirəm, etibar eləmirəm özümü. Çünki mikrobdan qorxuram ən çox. Nə bilim, çox pis nəticələrdən qorxuram. Ona görə də birdən bura gəlirəm. O qədər bilirsiniz də bu dəqiqə çağırırlar ki, gəl filan şey eləyək sənə, gəl onu eləyək, gəl bunu eləyək. Baxın, sizin gözünüzün qabağında görək, doktor mənə nə eləyəcək? Hə, bax görürsünüz ki, sizə göstərirəm. Yığılın dostlar, yığılın, görək. Təranə ilk dəfə göz qabağında nə baxımlar edəcək. Nəticə də ki, göstərəcək də. Biz edəcəyik bu dəqiqə əsas üzün yuxarı üçdə bir hissəsini, mimiki qırışların korreksiyasını botulotoksinan tipli preparatı ilə, preparat bizdə Cənubi Koreya istehsalıdır. Preparatın keyfiyyəti çox önəmlidir təbii ki. Nəzarət markası olmalıdır. Çünki bəzi preparatlar hansı ki həmən o nəzarət kontrolundan keçməyiblər Səhiyyə Nazirliyi tərəfindən təbii ki müəyyən fəsadlar yarada bilər və bu çox önəmli faktordur. Botulotoksin ildə 2 ya 3 dəfə maksimum vurula bilər və hardasa 4-6 ay, yəni 4-6 aydan bir. Daha tez vurulsa bədən rezistentlik yarada bilər, yəni ürkəşə bilər və effekt verməyə bilər. Bax, bunu da nəzərə almaq lazımdır. Hansı yaşdan başlanılır? Hardasa artıq 30 yaşdan, 27 yaşdan və daha da erkən başlaya bilər əgər mimiki əzəllər çox yüksək tonus tapılır. Bəzən olur ki, 20-22 yaşda olan bir, yəni cavan bir insanın həqiqətən mimiki qırışları çox dərindir. Genetik olur da doktor həmdə olur. Çox vaxt və emosional statusdan da asılıdır. Bəzən insanlar çox emosional olaraq yəni ki, emosional danışırlar və məsələn, hansı mimikası çox aktiv olur. Məsələn, cizgilər daimi qaş işləyir, qaş qalxır, qaş düşür və bu yaradır dinamik qırışlar. Var statik qırışlar, hansı ki yaranır artıq mimikasız, var isə dinamik qırışlar. Dinamik hansı ki, məsələn, biz qaldırdıq qaşımızı, alnımızda horizontal xətlər yaranır. Ya da gülümsüyürük, ya da günəşə çıxırıq, gözümüzü bax belə qırpanda, buradan qaz ayaqları deyilən mimiki qırışlar görünür. Ya da ki, əsəbləşəndə qaşın arasında görünən, yəni ki, vertikal belə xətlər yaranır. Bir neçə qrup əzələ, mimik əzələrin yəni ki, aktivliyinə görə bunlar yaranır. Çünki bu əzələlər Çünki bu əzələlər çünki fərqlidir skelet əzələlərdən. Onlar yəni sümükdən sümüyə yox, dəriyə birləşir və ona görə dəriyə birləşdiyinə görə çünki fərqlidir skelet əzələlərdən. Onlar yəni sümükdən sümüyə yox, dəriyə birləşir və ona görə dəriyə birləşdiyinə görə bir hissəsi ilə onlar dəridə həmin qırışlar yarada bilir. Çünki mimika zamanı onlar dərini dartır özündən.
Və ona görə təbii ki, mən botoksun heç vaxt əleyhinə, yəni olmamışam ki, mən hesab edirəm ki, botoks, botulotoksinin korreksiyası həqiqətən çox önəmlidir, çox vacibdir və profilaktik məqsədi ilə az dozada vurulmağı məsləhət olunur, hardasa 28-30 yaşdan sonra düz hardasa 65 yaşa qədər yenə doza, yəni yüksəlir. Sonra isə, yəni ki, 60-65 yaşdan sonra əzəllər yaşlandıqca özü zəiflənir, atrofiya prosesə uğradığına görə əksinə doza azalmalıdır. Botoksa çox səhv salırlar süni dolğularla və ümumiyyətlə dolğularlar. Bəzi deyirlər ki, botoksla nəyisə böyütmək olar, şişirtmək olar. Botoks sadəcə miorelaksantdır, yəni ki, əzələ aktivliyini zəiflədən bir preparatdır. İflic yarada bilər əzəllərdə və farmakoloji bir preparatdır. Xaricdə məsələn onu aptekdə satılır və ona görə bunu nəzərə alıb biz başa düşməliyik ki, o həcm yaratmır heç vaxt. Sadəcə mimiki qırışlara təsir edir, daha çox üzün yuxarı 1/3 hissəsində istifadə olunur, lakin üzün aşağı 1/3 hissəsində də istifadə oluna bilər. Platizma əzələsi, məsələn, və burada bir neçə qrup depressor əzələləri var, hansı ki, üz avalını biraz aşağı çəkir. Daha kiçik dozalarda, məsələn, üz avalında istifadə olunur. Platizma əzələsində o daha massiv, böyük bir əzələ olduğu üçün daha böyük dozda istifadə oluna bilər. Burun əzəllərinə istifadə oluna bilər. Hətta burnu biraz incəldə bilirik. Burnu biraz dikləşdirə bilirik. Çünki burunda da elə bir əzələlər var, hansı ki, məsələn, yaşlandıqca tonusa girir və danışanda, güləndə görürsən, burunun ucunu biraz aşağı çəkir. Bəli, bəzən burun çox dikləşir. Sadəcə 2 vahid botoksdan. Bax belə, yəni ki, burada çox nüanslar var. Hipergidrozla bağlı, yəni ki, bilirsiniz ki, yüksək tərlənməni də korreksiya etmək olar botulotoksinlə. Botulotoksin uşaqlarda, uşaq iflic onkologiyada istifadə olunur və ona görə, yəni ki, botulotoksindən, botoksdan, yəni qorxmaq lazım deyil. Sadəcə önəmlidir ki, hansı ölkənin, hansı şirkətin istehsalıdır. Kaş üzünüzü açaydınız ki, sizi bir sifətdən tanıyaydılar da, nə olar ki? Prosedur vaxtı olmaz. Olmaz, yaxşı. Eşitdiniz, baxdınız, gördünüz, nə qədər adamımız var bizim, maşallah, yığılıblar. Gəlin dostlar.